Mən Əliyev Bəyistan İsaoğlu 1953-cü il mart ayının 5-də Ağbabanın Güllücə kəndində anadan olmuşam. Dal çayırla çıxan dağa, eller kəndə baxa baxa, nənəm yatan o torpağa, göz yaşımı töküm məndə, qaytar məni, qaytar kəndə. Üzüm çıxım arpa göldən, içsin həsrət könüllərdən, qara zurna Güllücədən, yallı getsin dizilərdən, qaytar məni, qaytar kəndə. Atam Əliyev isə Namazoğludur. Əmilərim Əliyev Əli, Musoğlu Əli, Xəlid, Məvlid. Anam tərəfdən Ümbət baba, Ələkbər və Ələkbər. 1968-ci ildə 8-ci sinifi qutarıb, Azərbaycanın Sumqayıt şəhərinə gəlib 44 nömrəli Hüseylişdə oxumuşuq. Oxuyandan sonra SSR-də 2 dənə zavod olub. Ruslavidə, Tiflisdə, indiki Qurzinci, bir də Azərbaycanın Sumqayıt şəhərində turboprokat zavodudur. Orada tokar okumuşuq, Hüseylişi. Sonra orada işləmişik 3 il. 1971-ci ildə, 71-dən 72-ci ildə əskəriyə getmişik. Vladivostok, Город Уссурийский, поселка Барабаш, военный час 16:740 qulluq eləmişəm. Yapon dəhlizində çıxmışıq. Əskərlikdən sonra gəlib, Güllücədə biraz işləyəndən sonra yeridən gəlmişik Azərbaycana. Pedaqogik institutu qutarmışıq, qəbul olub. Bakıda, Keşilədə turboprokat zavodunda işləyirdik. O vaxt Olimp mağazini var idi, Prospekt Straytel deyirdilər. Qasparın oxşdelləri, orada yaşamışıq, olmuşam. 81-ci ildə buradan Pitovka verdilər ki, Leningrad şəhərinə. Leningrad şəhərinə getmişəm. 32 manat Sovet pulundan 12 gün orada addıxat edirdik. Romanovun daçası var idi. O bir sekretar Obkoma Leningradski oblasti. 81-dən gəlib bir də geri getmişəm. O vaxtdan indi Sankt-Peterburgda yaşayırıq. Leningradski oblast, Город Slanцы. Şaxtyorski şəhərdir. Özünüz bildiyiniz kimi Sovet hökuməti dağılandan sonra bütün zavod, fabrik hamısı dayandı. İndiki hazır vaxtda pensiyadayam. Bir də yaşayaq gözəl. İndi də gəlmişəm gözəl Azərbaycanımıza. Nəftalana getmişik. Üzüm çıxım arpa göldən, içsin həsrət könüllərdən, qara zurna Güllücədən. 1988-ci ildə SSR dağılandan sonra biz Azərbaycanlılar Ermənistandan yer oynayan vaxt idi, yadıma gəlir indi. Çıxdıq, gəldik Bakıya. Bakıda yerləşdik 28 apreldə Səməd bağının yanında. Mənim özüm ancaq Leningradda yaşayırdım. Gəlib gedirdim öz əmlərimi, qohumlarım üçün, daim oğlanlar üçün həmişə gəlib gedirdim, yadıma düşürdü. Mənim də bir arzum vardı ki, Güllücəyə gedəm. İndi də həmişə deyirəm ki, uşaqlar gedib bir stəkan su içərdim, Göybulağın suyunu. Gözəl yerlər idi, haradan olmuşuq, həmişə də adamın yadına düşür. Mənim də məqsədim odur ki, Qərbi Azərbaycana, Güllücə kəndinə, Ağbabaya gedəm. Görəm necədir, orada vəziyyət nə təyərdir. Arzum da odur ki, Amasya rayonu vaxt gələcək, bəlkə də gedəcəyik, baxacaq, harada yaşamışıq, gözəl yerlərimizi yada salacaq. Ölənlərimizi Allah rəhmət eləsin, prezidentimizə də uzun ömür, can sağlığı versin. Heç olarmı dərd sinəndə
Kendile çay basara Gedek qarı yara yara Düz il qara etibara Olmaz şübhə salmaz əndə Qaytar məni qaytar